Salam, hər vaxtınız xeyir olsun. Gəlin uşaqlar, bədii üslubun xüsusiyyətləri ilə tanış olaq. Yəni, bilirik ki, mətnimizin biri bədii üslubda olacaq. Bədii üslubla bağlı bizə nələr lazımdır? Bədii üslub və sözün poetik funksiyası. Bədii üslub, milli bədii təfəkkürün ifadəsi olub, bədii üslub, obrazlı, emosional nitq formasıdır. Əsərlərin, şeirin, hekayənin, romanın, dramın dilidir. Və bu xüsusiyyətlərə malikdir. Xalq danışıq dilinə daha yaxındır. Çünki əsərlər, hekayə, yazılan hər bir şey elə yazılmalıdır ki, xalq danışıq dilinə yaxın olmalıdır və çoxluq onu anlaya bilsin. Obrazlı nitq formasıdır. Məsələn, obrazlı deyəndə fikrin obrazlı forması, uşaqlar, informativ, yəni həqiqi mənada olanda gün çıxıb normaldır. Gün çıxıb obrazlı formada desək, günəş saçlarını ətrafa səpəliyib. Baxın, bu artıq obrazlı formasıdır. Nəzm, nəsr və dramaturgiya dili formasında təzahür edir. Yəni, nəzm əsərləri, nəsr əsərləri, dramaturgiya, yəni səhnə üçün yazılmış əsərlər bədii üslubdadır. Burada sözün məcazi mənasından, bədii təsvir və ifadə vasitələrindən, ritorik suallardan, yəni bədii suallardan, cavab tələb etməyən suallardan, bədii xitablardan, bədii nidalardan geniş istifadə olunur. Bu üslubda fikir obrazı göstərdiyimiz kimi ifadəli şəkildə verilir. Bədii üslubun əsas cəhəti obrazlıqdır, xalq danışıq dilinə daha yaxın olmasıdır. Obrazlıqdan emosionallıq yaranır. Obrazlı nitq emosional nitqdir. Bu üslubda poetik funksiyada işlənir sözlər, ellipsis var, bədii xitablar var, mübaliğə var, təzad əks mənalıq deməkdir, bir-birinə zid fikirlər deməkdir. Bunlar bir yerdə sintaktik fiqurlar adlanır və buna görə də üslubda obrazlıq və emosionallıq yaranmış olur. Ellipsis nədir? Söz və ya şəkilçilərin ixtisar edilməsidir. Qışda qar yağmaz, yazda yağış yağmaz. Bərpa edə bilirəm. Bir tərəfdə saxlanılıb, bir tərəfdə ixtisar olunub. Bədii əsərlərdə cavab tələb etməyən bədii suallardan istifadə olunur. Buna ritorik sualda deyirik. Çeşməyi gözündən düşməyən kişi deyə bilərsənmi nədir bu dünya? Cavab tələb etmir. Deyə bilərsənmi hardan başlanıb, haraya baş alıb gedir bu dünya? Görürsünüz? Bədii əsərlərdə xitab yalnız qrammatik funksiya daşımır. Müxtəlif intonasiyalarından istifadəsi müəyyən üslubi funksiya yerinə yetirməklə münasibət də ifadə edir. Qağayı, axtar məni. Qağayı burada xitabdır, bədii xitabdır. Bu yerdən apar məni. Ölüm köksümü döyür, qorxuram, açar məni. İçim qara gecədir, səkisiz dar küçədir. Qağayı, dəniz üstə söylə, saat neçədir? Burada bədii xitabdır. Bu nümunədə xitab qağayı həm də bədii obraz yaratmağa xidmət etmişdir. Deməli, bədii əsərlərdə xitab yalnız qrammatik funksiya daşımır, bədii obraz yaratdığına görə bədii xitab adlanır. Bədii üslubda işlədilən məcazlardan biri də metafordur. Metafor köçürmə deməkdir. Bir əşyanın əlamətinin həmin əşyanın adı çəkilmədən başqa bir əşya üzərinə köçürülməsinə metafor deyilir. Metaforda qarşılaşdırılan tərəflərdən bənzəyən, bənzədilən yalnız bir işlənir. Bu cəhətdən əsasən iki təzahür forması olur. Bənzədilən atılır, əlaməti bənzəyənə köçürülür. Məsələn, göylər ağlayır. Göyləri insana bənzətdik. Bənzədilən atıldı. Köçürmə, yəni onun xüsusiyyəti köçürüldü göylərin üzərinə. Yarpaqlar pıçıldaşır. Pıçıldaşmaq insanlara aiddir. Bənzədilən atıldı, bu qaldı. Bənzədilən bənzəyənin yerini tutur, ona əvəz edir. Səba məndən söylə, o gülüzarə, bülbül gülüstanə gəlsin, gəlməsin. Yoxmudur səndə gülüm, heç insaf. Baxaq, budur. Birinci qrup metaforların xüsusiyyəti belədir ki, bənzədilən insan atılıb, onun əlaməti ağlamaq, pıçıldamaq, gülümsəmək, bənzəyənə, göyə bənzəyə, yəni göyü bənzədirib, yarpaq, günəş köçürülmüşdür.
Yəni bənzədilənin əlaməti indi bənzəyənin əlaməti olmuşdu. İkinci qrup metaforlarda isə bənzəyəni, qızı, sevgilini, məşuqu bənzədilənlə adlandırmışlar. Nəyə bənzədibsə, onunla adlandırıb. Metafordur, köçürülüb üzərinə. Bədii üslub bu formalarda təzahür edir. Şeir dili, nəsr dili, dramaturji dil. Şeir dili ahəngə, ölçüyə, bölgüyə, qafiyəyə malik, tərənnümün əsas olduğu dildir. Burada inversiya faktoru da rola malikdir. Söz sırasının pozulması inversiyadır. Namusdan bir xəbər, vicdandan uzaq, vəzifə kürsüsü məramdır sənə. Baxın, sənə məramdır. Xəbər axırda olmalıdır. Vətənin dilini sevməyən alçaq, vətənin çörəyi sənə haramdır olmalıydı. Xəbər keçib əvvələ, inversiya var burada. Nəsr dili müəyyən süjetə malik təhkiyənin, hekayənin, povestin, romanın dilidir. Söz sırası əsasən gözlənilir. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca yalan ayaqları ilə toz qopararaq dar küçə ilə gedirdi. Əynindəki paltar solmuş, yıpranmış, qiyafəsindən hansı zümrəyə mənsub olduğu hələ seçilmirdi. Bax, bu təhkiyə formasıdır. Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünürdü. Düşünür, yoluna davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır. Bu yollarda illərdən bəri dəyişiklik olmayan kimi qocanın da hərəkətlərində dəyişiklik yox idi. Dramaturgiya dili monoloq, yəni bir əsərdə səhnə üçün yazılmış əsər dramaturji əsərlərdir və burada bir şəxsin öz-özünə danışması monoloqdur. Dialoqdur. Dialoq da iki şəxsin danışığıdır. Remarka da yəni giriş hissələrdir. Səhnə dilidir. Burada fərdilik əsas cəhətlərdəndir. Məsələn, Şərəfnisə xanım şəhadət barmağı ilə baş barmağın arasında alt dodağını dartıb başını yuxarı qovzuyur. Bıy, anam nələr söyləyir? Şahbaz bəy 10 gündən sonra çıxıb gedir. Bilmirəm, atam kimə toy tədarükü görür. Bu nədir? Monoloq sayılarda. Şəhrəbanu xanım da burada cavab verir. Şahbaz gedir. Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahını sevirsən, öz yanından zat quraltma. İndi bildim ki, doğrudan da ağlayırmışsan. Gerçəkdən ki, qız uşağının ağlı olmazmış, gözünün yaşı əlində olurmuş. De görüm sənə kim dedi ki, Şahbaz gedir? Şərəfnisə xanım başını aşağı salmış özü. Şəhrəbanu xanım yaxşı hara gedir? Deməli, uşaqlar, bu nədir? Bu dramaturgiya dilidir. Baxaq görə başqa nə var? Bədii üslubun nümunəsi. Baxaq hələ. Deməli, uşaqlar, burada bədii üsluba aid nümunə verib. Əmanət. Bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: Mənimlə hamama getmək istəyirsənmi? Dostu deyir: Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim var. Onlar hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən dönüb başqa tərəfə gedir. Təsadüfən bir oğru da həmin kişinin arxasınca oğurluq məqsədi ilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin hələ alaqaranlıq olduğundan onu dostu bilir. Qurşağından dəsmala bağlanmış 100 dinarı çıxarır, həmin oğruya verib deyir: Bu əmanətdir. Al, mən hamamdan çıxandan sonra qaytararsan. Oğru qızılı alır, kişi hamamdan çıxana qədər heç yerə getməyib orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyinib yolu düzəlir. Oğru onu çağırıb deyir: Ey cavan mərd, qızılını geri al, sonra get. Sənin əmanətin üzündən bugün mən də işimdən avar oldum. Kişi deyir: Bu nədir? Əmanət nədir? Sən kimsən? Oğru deyir: Mən oğruyam. Sən isə hamamdan çıxana qədər bu qızılı saxlamağı mənə tapşıran adam. Kişi deyir: Oğrusansa bəs nə üçün mənim qızıllarımı aparmayıbsan? Əgər bu qızılları öz peşəmlə ələ keçirsəydim, 1000 dinar olsa sənə yazığım gəlməz, 1 dinar da geri qaytarmazdım. Lakin sən bunu mənə əmanət olaraq veribsən. İnsafsızlıq olar ki, sən alicənablıq edib mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm.
Deməli, müstəqil qiymətləndirmə tapşırıqları. Klasteri tamamlayan fikirləri müəyyən edək. Burada bədii üslub yazıb. Bədii üslub da burada bütün bədii mətnlərin dilidir. Doğru fikir yazıb. Biz nə etməliyik? Doğru fikirləri tapmalıyıq. Xalq danışıq dilindən kəskin fərqlənmir. Yuxarıda nə dedik? Dedik ki, xalq danışıq dilinə yaxındır. Bir yanlışdır. Nəzm və nəsr şəklində təzahür edir. Nəzm şeir dilidir, nəsr hekayə dilidir. Bəli. 2-ni götürəcəksə, bu da gedəcək. Aparıcı üslublardandır. Bəli, ən qədimlərdən atalar sözlərindən tutmuş tapmacalara kimi bədii üslubda yazır. Norma tez-tez pozulmur. Terminlərin, terminlər elmi üslubdur. Varvarizmlərdəki məişət üslubunda çox olur. Amma bədii üslubda da ola bilər. Amma terminlər elmi üslubdadır. 2 ilə 4-dür cavabım. Baxaq yoldaşlar, deyir, hansı missiyada bədii üslubda fikri qüvvətləndirən vasitə işləməmişdir. Yəni, fikri qüvvətləndirən vasitələr nə idi? Epitetdir, təşbehdir, metafordur, bədii sualdır, inversiyadır, təzaddır və s. Hər evin surəti canlı bir əsərdir. Ellipsis olsun. Burada ixtisar var. Piyalə tək ağzını zambaq. Açır piyalə tək ağzını zambaq. Zambaq ağzını piyalə tək açır. Həm burada bənzətmə təşbih var, həm xəbər əvvələ keçib inversiya var. Çınarlar sahildə qatar-qatardım. Yəni, qatar kimi düzülüb, çınarları bənzədib, burada köçülüb. Dayanmış ağ saçlı mühəndisə bax. Yəni, bax, xəbər axırda gəlib. Burada ağ saçlı mühəndis ola bilərmi? Olar. Yəni, burada heç bir şey yoxdur. Normal bildiyimiz fikirlərdir. Gözündə nur kimi rəqs edir hünər. Hünər gözündə nur kimi rəqs edir. Həm bənzətmə var, həm söz sırasının pozulması var. Deyir ki, bədii üslubda nümunə söz sırasının pozulması. Xəbər normal yerindədir. Burada da qatılan, gün keçir, ay keçir, dolanır illər. İllər dolanır. Xəbər axırda olmalıydı. Obrazı nitq forması olan müəyyən edəcəyik. Yadında saxla ki, torpağın məhsuldarlığının mütəxəssisi bu həqiqidir. Könül mübtəla, olma mübtəla bu olar. Təyin yeganə kinir yox, bu elmidir. Soyuq məzara da zinnətdir insan. Yəni, burada var. Bədii üsluba aid xüsusiyyətləri müəyyən obrazın nitq formasıdır, bəli. Bu üslubda obrazın nitqini fərqləşdirmək üçün sitatlardan, epiqraflardan istifadə olunur. Bədii üslubda sözlər məcazidə işlənir elə. Bədii əsərlərdə obrazın dilində xalq təfəkkürünün məhsulu olan söz və ifadələr işlədilə bilər, bəli. Aha.